Bəzən yol bizi heç də arzulamadığımız, istəmədiyimiz bir ünvana aparır. Amma əfsuslar ki, bu ünvanda yüzlərcə insan həyat eşqi tapır, sağlamlıq tapır, həyata qayıdış, ümid tapır. Ona görə də Ümid İşığının növbəti ünvanı 12 addım reabilitasiya mərkəzidir. Biz ünvanımıza çatmışıq. Əfsuslar olsun ki, hər il yüzlərcə insan yanlış yola düşərək narkotikin qurbanına çevrilirlər. Amma bu son deyil. Elə narkotik asıllığından qurtularaq reabilitasiya mərkəzlərinə üz tutan və ümumən sağalıb cəmiyyətə qayıdan insanların qısaca da olsa həyat hekayəsini dinləyəcəyik. Sizə təqdim edirik. Addım reabilitasiya mərkəzi əslində onların evidir. Bu evdə onlar müalicə alırlar, müxtəlif proseslər keçirlər və indi daxil olacağımız məkan onların istirahət məkanıdır. Burada söhbətlər olur, mütaliə edirlər, bərabər bəzi məsələlər çözülür, hətta idman oyunlarına da qoşulurlar. Qarşıdakı dəqiqələrdə elə bunun şahidi olacağıq. Vaxtınız xeyir olsun dostlar. Hər vaxtınız xeyir. Mane olmayacağım sizə, sadəcə söhbət eləmək üçün gəlmişəm. İstirahət edirik də, tenis oynayırıq. Xoşlayırsınız tenis oynamağı? Boş vaxtlarımızda sənələrə istifadə edirik. İlk öncə mən də hər kəs salamlayıram, xoş gəlmisiniz deyirəm. Adım Təbrizdir. Neçə yaşın var Təbriz? 32 yaşım var. 32. Neçə il istifadəçi olmusan? 12 il ağır narkotiklərdən istifadə müddətim olubdur. Neçə yaşından başlamısan? O 32, 12. 20 yaşım. 20 yaşına ilk tanışdıq, xatırlayırsan? İlk tanışdığım yüngül istifadələrdən olubdur. Marihuana deyilən yüngül narkotik istifadə müddətim olub. Yüngüllərdən başlamışam. Təklif ediblər yoxsa özün? Marağım olub əslində. Sadəcə maraqdan, hə? Sadəcə maraq. Baxın görüm nədir? Nə yaşayıram da belə. O bir dəfə ilə də sonra başlayır. O bir dəfə ilə də istəmişəm ki, həmişə o hisslərlə yaşayam deyə. Müddətli uzatmışam. Heç fikirləşirdin ki, istəsəm, nə vaxt istəsəm son deyəcəm də, dayanacaq hər şey. Mən elə başa düşürdüm ki, əslində istədiyim vaxtı bunu dayandıra bilərəm. Bu mənim istəsim. Mümkün deyil ümumiyyətlə. Xeyr. Əgər istədiyim vaxtı bunu mən dayandıra bilsəydim, inanırım sizə ki, yəni mən bunu 12 il istifadə edəməzdim. Yəni Təbriz, belə deyək də, bir dəfə kifayət eləyir ki, sən bu yola düşəsən. Bəli. Onu yaşayandan sonra insan istəyir ki, həmişə o şeylərlə yaşasın. Sonra necə oldu? Davamlı məsələn, rahat əldə edə bilirdin də narkotik? Bəli, rahat əldə. Yaşadığım yer elə bir yer idi ki, o mühitdə ümumiyyətcə çox idi o şeyləri istifadə edən insanlar. Həmişə də özümlə böyüklərlə bir yerdə olmağı seçmişəm. Ona həvəsim olub, marağım olub. Evdə gizlədə bilirdin? Hansısa bir vaxt müddət gizlədə bildim. Nə qədər məsələn təxmini? Deyərdim ki, bir il. Sonra kim bildi? Sonra evdəki böyüklərimdən bildi, atam bildi. Necə oldu münasibət? Maşın sürürdüm, sürücülük edirdim, taksi sürürdüm. İstifadə eləmişdim, yadımdan çıxıb qoymuşdum qapıya. Həmin maşını atam elə bir şey verirdim, o da sürürdü. Ələ keçdi. Görübdü, gəlib, görsətdi ki, bu nədir. Onda bildilər ki, istifadə edir. Necə oldu münasibət? Yəqin ki, münasibət bir ata istəməz də, yəni qalmaqal oldu da yəqin. Hə də, yəni münasibət pozuldu, nə bilim incikliklər oldu, narazılıqlar oldu. O narazılıqlar olandan sonra istədim ki, biraz özümə çəki düzən verəm, yığışdıram, amma istəsəm də nə qədər elədim, öhdəsindən gələ bilmədim. Müalicələrdə olmuşam, detokslarda olmuşam, heç bir xeyir olmur. O ümidlə getmişəm ki, yəqin ki, bundan sonra həyatımda hər şey yaxşı olar, amma heç bir nəticəsi olmayıb da yəni. Və sonra 12 addıma gəldim. Sonra gəlmişəm 12 addım reabilitasiya mərkəzinə. Sağ olsun rəhbərlik, Əşbər müəllim, öndə gedən qardaşlarımız. Yəni onların sayəsində bu gün ikinci mərhələdəyəm. Hər şey yaxşıdır həyatımda. İnsani həyatı indi yaşaya bilirəm. İkinci mərhələyə qədər neçə müddət gəlirsən? 6 ay, birinci mərhələdə 6 aydır. Artıq 6 ay keçmişik, indi artıq ikinci mərhələdəsən. İkinci mərhələdəyəm. Çölə adaptasiya dövrü var, ikinci mərhələ. Demək sən həm çöldə ola bilirsən, həm də içəri gəlir. Bax, səninlə bərabər başqa bir pasiyent. İkiniz eyni hissləri keçirirsiniz, yoxsa individualdır? Məsələn, mən Təbriz kimi deyiləm çöldə olanda.
Yox. Təbriz başqa hisslər keçirir, mən başqa hisslər keçirirəm, yoxsa eyni olur hamı? Ümumiyyətcə hissləri bizə Allah verib də. Hər birimizdə, yəni bu qüsurlarımız da var, nə bilim hisslərimiz də var. Həriyə bir üzrə başqa cür yanaşır da, elə bir şey xəstəliyimiz. Mənə başqa cür təsir eləyir, ona başqa cür təsir eləyir. Hamımızın xəstəliyi eyni. Bir xəstəlikdən əziyyət çəkirik. Bu həriyə başqa cür təsirlər göstərir. Demək, burada artıq ikinci mərhələdəsən və bu sadəcə deyək ki, bir ömür yoludur da gedirsən. Bəli. Nəzarət, yumşaq nəzarət deyək var da, kənardan olmasa da, amma öz daxilində bir nəzarət olmalıdır. Özümdən də asılıdır da. Mən özüm də özümü bərkitməliyəm, yaxşı olmağım üçün addımlar atmalıyam, deyilənlərə qulaq asmalıyam. Ailəlisən, Təbriz. Bəli, bir qız övladım var, üzrəm. Neçə yaşı var? 2 yaşı var. Hələ əlaqələriniz olur evdəkilərlə yoxsa? Münasibətdə Necə dəstək var evdən sənə? Onların da ümidləri var da, ona görə də dəstəklərini göstərirlər, sağ olsunlar. Mən düşünürəm ki, o evdəki ümid sənə daha çox güc verir. Bəli, motivasiya verir. Sən çalışırsan ki, onları doğruldasan. Elə qardaşlarımız var ki, bugünkü gün ailələri boşanıbdılar, bir yerdə deyirlər. Amma Allah şükürlər olsun ki, mənim ailəm məni gözləyir, sağ olsunlar, ümidləri var. Onların da o ümidi gözləməyə mənə də bir motivasiya. Həyat yoldaşın bir, məsələn, peşmanlıq hissi yaşamadı ki, mənim də həyatım puç oldu. İnsandır da, onu yaşamalıdır. Çünki mən onu istəməyərəkdən onu yaşatdım. Boşanmağa qədər gedib çıxdınız yoxsa? Yox, elə bir şeyə gəlib çıxmayıb, Allah şükürlər olsun. Amma mən düşünürəm ki, bu cür davam eləsəydim, bu şeylər də yaşana bilərdim. Yəqin ki, olacaq. Ümumiyyətcə bir sənətim olsun istəmişəm həmişə də, yəni bir sənətkar olum. Amma illüziyalarla yaşamışam da. Bundan sonra onsuz da gec deyil ki. Gec deyil, söhbət yox. Hər şey həyatımda yaxşı olsa, nələrsə əldə edə bilərəm də. Bir də Təbriz çox maraqlıdır, ətraf mühit də deyirlər. O çox böyük rol oynayır insan həyatında. Və məsələn, həyatda artıq deyək ki, həyatın dəyişib və sən tam normal bir insan kimi davam edirsən də. Onları yenidən görmək, onlarla münasibətdə olmaq. Belə deyəlim də, mənim içimdən bu dəqiqədə keçir ki, mən uşaqlıqda, körpəlikdə böyüdüyüm uşaqları görürüm, onların yanında olum. Çünki mən onlara öyrəşmişəm də. Amma bugünkü gün mənə tövsiyə olunur ki, sənin o insanlara, o yerlərə getmək olmaz. Amma əslində mən istəyirəm onlarla bir yerdə olum, görüm. Amma çox çətindir. Amma mən öz sağalmağım üçün nə etməliyəm? Deyilənlərə qulaq asmalıyam ki, mənim də həyatımda hər şey yaxşı olsun. Çətindir. Əlbəttə, çox çətindir. Mən sizə bayaq deyəsəm mane oldum. Yox, mane olmadınız. Təbrizgər davam elə. Qarşıdakı siz bir yerdə oynayacaqsınız da. Siz oynayın, mən də sizə bir baxacağım. Sadəcə mən də xatırlayım, çünki çoxdan da mən də tenis oynamıram. Bu istirahətdir və siz öz istirahətinizi müxtəlif cür təşkil olunur da, hər söhbətlər olur. Oyunlar da var. İdman zalınız da var, Təbriz? Bəlkə mən də bir cəhd eləyim, hə? Buyurun. Davam. Addım reabilitasiya mərkəzində, bax bu hovuz kənarındayıq. Maraqlı bir görüntü yaranıb. Yusif, bu hovuzdan istifadə edirsiniz? Eləyirik, əlbəttə. Yəqin ki, yayın isti vaxtlarında bir sərinlənirsiniz də burada. Əlbəttə ki, bəli. Bu hovuz elə onun üçündür, biz istirahət eləməyimiz üçündür. Neçə yaşın var, Yusif? 29 yaşım var. Neçə müddətdir buradasan? Burada ikinci mərhələdəyəm artıq. İkinci mərhələdə Ümumi davam eləyir, edirəm. yəqin ki, 6 ay. Keçmişəm 6 ay, bəli. Addımlayıram, inşallah ki, hər şey yaxşı olar. Kənardakı həyatın da var, yəni burada içəridə də olursan. Əlbəttə ki, gedirəm, gəlirəm ikinci mərhələdəyəm. Çölə adaptasiya dövründəyəm hal-hazırda. Fərqlər var, Yusif. Nə barədə fərqlər var? Məsələn, o bayırdakı həyatla buradakı çöldəki həyat və içəridəki həyat. Fərq nədədir? O hisslər, keçirdiyin hisslərə görə deyirəm. Hə, bax, mən ümumiyyətcə proqramı tanımamışdan öncə bu sizin dediyiniz kimi hisslər, ümumiyyətcə o hisslər barədə anlayışım yox idi mənim. Mən bilmirdim, mən hisslərimi tanımırdım da. Ki, mənim hansı hisslərim var, mən hansı hisslərdəyəm, mən hansı hissləri keçirdirəm. Mənim belə bir anlayışım yox idi. Mən proqramla tanış olandan sonra proqram mənə öz hisslərimi də tanıtdırdı.
Və bugünkü gündə keçirdiyim bütün hissləri mən tanıyıram artıq. Mən hansı hisslərdəyəm, xoş hisslərdəyəm, sevinç hisslərindəyəm, kədər hisslərindəyəm və s. və ilə axır. Onları yəni artıq ayırd edə bilirsən hissləri. Bilirəm, bəli, O əlbəttə ki. xaosdan çıxmısan da deyək. Çıxmışam, əlbəttə ki. Narkotiklə ilk tanışdığın neçə yaşına Narkotiklə təsadüf ilk eləyir? tanışdığım məktəb illərinə təsadüf eləyir. Maraq yoxsa Meyllilik. Mən o nə demək? belə Meyllilik. deyək, o vaxtlar, o zamanlar üçün, o anlar üçün mən dırnaqarası kriminala çox meylli idim də. Mən elə bilirdim ki, hər şey kriminalda öz yerini tapır. Özünü orada qəhrəman görürdün. Qəhrəman rolunda görürdüm özümü, bəli. Mən özümdən böyük insanlarla oturub durmağa çalışırdım. Ümumiyyətcə də ancaq istəyirdim ki, mənim bu xəstəliyim idi. Mən proqrama gələndən sonra, proqramla tanış Bax, olandan indi sonra bildim. 29 yaşın var da, Aha, amma bəli. o kriminal həyata meyllilik 16 yaşında Gənc baş verir. yaşlarımdan, bəli. İndi sənə necə gəlir? Gülünc gəlir yoxsa? Əlbəttə ki, gülünc gəlir. Mən bəzi hallarda olur ki, hətta əslində mənə bugünkü gün olmaz onu eləmək, amma mən bəzi hallarda olur ki, onu eləyib özümə o peşmançılıq hisslərini gətizdirib, çox belə deyək də, o keçmiş günlərdən motivasiya alıram, güc alıram o günlərdən. Doğrudan da baxıram ki, mən necə də heç nəyə vermişəm həyatımı, heç nəyə qurban vermişəm həyatımı. Yoxsa çox vaxt belə deyirlər də, narkotikdən sadəcə fiziki şəkildə o ağrılardan, həyəcandan qurtulduqdan sonra bir şey rahat və asan olur. Amma bizə çox maraqlıdır onun psixoloji tərəfləri. Çünki elə müalicədə də deyirlər ki, ən çətin psixoloji Bəli, əlbəttə ki. reabilitasiyadır. Bax, o dönəmdə nə dəyişiklik baş verir insanda, psixologiyasında nələr olur? Mən öz adımdan danışa bilərəm ki, bu mənim özümdən də asılı olan bir şeydir əslində. Yəni mən onu başımda çox həddindən artıq böyüdə də bilərəm, çox çətinləşdirə də bilərəm. Sadəcə çətin kimi baxıb onunla mübarizə apara da bilərəm. Yusifi gəl qaytaraq 16 yaşına. Aha, 16 qaytaraq. yaşına və narkotiklə tanış olmamış bir Yusif Aha. təsəvvür edək də. Edək. Nə istəyirdin? Arzuların nə idi? Nənə baba himayəsində böyümüşəm. Nənəm babam böyüdüb məni. Uşaqlığın necə keçir? Uşaqlığım gözəl keçib, əla Yəni keçib. qoşluqların, səs, küy, Xeyr, dava hər şey, olmayıb da bunlar. xeyr, hər şey əla olub, gözəl olub. Səni çox istəyiblər Nənə ailədə. Çox istəyiblər. Bəs bəli, narkotika vurşamaq. narkotika meylliliyim, deməli mən məşq falan edirdim. Və əslində mənim xarakter qüsurlarımdan gələn bir şey oldu. Çünki mən o qüsurlar məndə uşaqlıqdan var, doğulandan var daha doğrusu. Sadəcə olaraq mən onu görmürdüm, bilmirdim. Bir müddətə gəldim, çıxdım ki, mən yenə deyirəm, bayaq dediyim kimi də ancaq istəyirdim özümdən böyük insanlarla oturum durum. Kriminala o qədər meylli idim ki, ancaq istəyirdim ki, desinlər, ay Yusif, ay Yusif, Yusif, Yusif. Ancaq istəyirdim, mən deyirdim. Yəni, Yaxşı, Yusif, o kriminala meyllilik hardan yaranmışdı səndə? Filmlərə baxırdın, oxuyurdun bu haqda. Nə idi bu? Filmlərə yox, filmlər deməzdim. Bəs hardan yaranmışdı? Ətrafında var idi? Əhatədən, bəli. Hə, onda Yaşadığım əhatən. ərazidən, tanıdığım insanlardan. Məsəl üçün, mənim tanışlarım, dostlarım var idi ki, Onlar narkotik söhbət istifadə edirdilər. edirdilər. Aralarında istifadə edənlər də var idi, eləməyənlər də var idi, qarışıq idi. Sadəcə olaraq mənim öz yolumdur. Mən bugünkü gün deyə bilərəm ki, mənim əhatəm pis idi, mən əhatəmə görə narkoman oldum. Amma bu mənim bəhanəmdir də. Mən kimlərisə günahlandırıram bugünkü gündə ki, mən filan kəslərə görə narkoman Onda oldum. gəl sualı belə verim də. Narkotik istifadəçilərinin arasında olub narkotik istifadə etməyən var elə bir şəxs? Yəni o daxili gücü olan və sadəcə mən sizin aranızdayam, amma narkotikdən istifadə etməyəcəm. Var, elə insanlar da var. Yenə deyirəm də, bugünkü gün mən proqram mənə deyir ki, ancaq öz adımdan danış. Ona görə mən ancaq bugünkü gün öz adımdan danışa bilərəm. Bəli, 100%. Bu mənim öz. Ümumiyyətlə mən dəyişmək istəyirəmsə, özümü birinci növbədə analiz eləməliyəm də. Mən kiməm? Nə olmuşam? Keçmişim nə olub? Necə olub? Bura necə gəlib çıxmışam? Bunların hamısını analiz eləməliyəm. Mən başlamalıyam dəyişməyə. Növbəti addımlarda ancaq sənə uğurlar arzu edirik. Çox sağ olun, minnətdaram. Və düşünürük ki, növbəti dəfə gələndə daha bir başqa Yusiflə söhbət edəcəyik. Yəqin ki, ümid edirik biz də. İnşallah, Allah köməyiniz olsun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.
Valideyn zəng edir mənə, deyir ki, bəs bu evi dağıdır, sökür, bizi məhv eləyib. Bir növ valideyn evdə cinayətkarı gizlədir, amma kömək istəyə bilmir. Burada nəyə görə kömək istəyə bilmir? Yəni, həm uşağın özündən qorxur, həm qonşulardan, qohumlardan utanır. Əziyyət çəkir uşaqla bir yerdə və onunla bərabər paramparça olur. Burada mütləq ki, valideynlər yəni gizlin də olsa yığıb mütəxəssislərdən tövsiyə almalıdırlar ki, onlara istiqamət verilsin ki, nə etmək lazımdır. Biz 4-cü ildir ki, fəaliyyət göstərir, 400-ə yaxın insan gəlib, yəni nəticələrimiz 200-dən çoxdur. Bu ağır bir bəladır, dünyanın bəşəriyyətin bəlasıdır. Burada təbii ki, yəni hər bir kəs sağalmır. Amma burada ümid itirmək lazım deyil. 10 nəfərdən 8 nəfər, 6 nəfər bu bəladan qutara bilir və cəmiyyətə sağlam şəkildə qayıda bilir. Və burada mütləq ki, valideynlər reabilitasiya mərkəzi ilə bir yerdə əməkdaşlıq eləməlidirlər. Bir-birinə dəstək olmalıdırlar. Gətirib bura uşağı qoyub getməklə uşaq sağala bilməz. Burada mütləq ki, ailənin mənəvi dəstəyi olmalıdır. Reabilitasiyanın tam kursunu bitiribsə, məsələn 6 ay stasionar qalıb və ikinci mərhələni 3 ay sosial adaptasiyanı keçibsə, 9 ay bitiribsə və çıxıb cəmiyyətdə 2 ilə qədər yaşayır normal şəkildə, hər hansı bir hadisəni yaşayıb, onu atlıda bilmir, təzədən istifadəyə qayıdırsa, burada əslində ailə qorxmalı deyil. Yenidən gəlib, həmən o qırılma nöqtəsi harada olubsa, bunu el dilində sırf deyirlər, təzədən gəlib 3 ay keçib, yenidən qayıda bilər. Burada valideynlər bəzən görsən ki, özünü üsyan edirlər. Xeyr, bu xroniki bir xəstəlikdir, burada üsyan eləmək lazım deyil, təslim olmaq lazım deyil, hər zaman inanmaq lazımdır, ümid eləmək lazımdır. Əgər uşaq natamam, yəni keçibsə reabilitasiya mərkəzinin prosesini, mütləq ki, daha çox faizi yenidən qayıdacaq. Ona görə mən hər zaman tövsiyə edirəm bütün valideynlərə ki, yəni çalışın birinci növbədə kursu tam bitirsinlər. Tam olan bir işin mütləq ki, nəticəsi olacaq. Baxın, bir pasiyent reabilitasiya mərkəzinə gəlibsə, reabilitasiyanın dili nə desək, həmən pasiyentin 3 gün qızıl vaxtı var. O 3 gün içərisində rahat şəkildə yatır, istədiyi vaxtı siqaret çəkə bilər, yemək yeyə bilər, gəzir, dolanır, tanış olur buradakı əməkdaşlarla və yaxud da pasiyentlərlə. Amma ümumiyyətcə adaptasiya dövrü 14 gündür. 14 gün ərzində demək olar ki, hər bir insan bura uyğunlaşa bilir. Yəni uyğunlaşıb tam proqrama qoşula bilir. Və ondan sonra rahat olur. Ümumiyyətcə biz 12 addım reabilitasiya mərkəzi olaraq, həm psixiatriya ilə, həm psixoloqlarla və digər psixoloji mərkəzlərlə həm dostluq edirik, həm əməkdaşlıq edirik. Hər hansı bir çətin anlarda biz onlardan tövsiyə də ala bilirik, onlara dəvət də edə bilirik bura və onlar gəlirlər bizə yardımcı olurlar. Mənə valideyn zəng edib deyir ki, biz dəfələrlə uşağı müalicə eləmişik, bu yenidən qayıdır istifadəyə. Mən ona sual edirəm ki, harada müalicə elətdirmişsiniz? Deyir ki, evdə. Deyirəm, nətər evdə müalicə olmur axı, siz evdə uzaqbaşı, fiziki asıllığını biraz götürə bilərsiniz də. Amma bu adamlar mütləq ki, reabilitasiya mərkəzi keçməlidir. Deyir ki, mənim xəbərim yoxdur, bilmirəm. Mən o valideynlərə demək istəyirəm ki, bu günləri narkomaniyadan, alkoqolizmdən, oyun asıllığından reabilitasiya mərkəzi çıxış yoludur. Sizə kömək olacaq. Əlaqə saxlayın, yardımcı olsunlar. Narkotik təkcə bir fərdin faciəsi deyil, ümumən ailələrin, cəmiyyətin problemidir. Odur ki, bunu birlikdə həll etmək üçün yetər ki, dəstək, ümid, inam, bir də sevgi məsuliyyəti olsun. Hamılıqla gənclərimizi narkotik bəlasından qorumaq ümidi ilə növbəti proqramlarımızda görüşəcəyik.